Salam hörmətli izləyicilər, əziz şagirdlər və müəllimlər, əziz 9-cu siniflər. Bu video əsasında sizlər üçündür. Deməli bilirsiniz ki, artıq 9-cu sinif buraxılış imtahanları yaxınlaşır 2024-2025 tədrisi üzrə. Mən də bir neçə həftə bundan öncə sizə dəstək məqsədilə 16 sınağın PDF-ini paylaşdım. Bütün hesablarımda var. Əgər kimdəsə PDF yoxdursa, ekranda gördüyü nömrə ilə əlaqə saxlasın, PDF-i göndərin. PDF-də 16 sınaq var. İnşallah bu il tam olaraq vaxt çatmadı. Növbəti illərdə inşallah 20 sınaq qaldıracağam. 20 sınağa qaldıracağam bunu. 16 sınaqdır. 20 ümumi sınaq, 10 dənə ya 20 dənə də mövzu sınaq olacaq. Tam PDF şəklində, ödənişsiz şəkildə paylaşacağam. Zəhmət olmasa kanala abunə olun, fikirlərinizi bölüşün, paylaşın və videonu dostlarınız arasında da bölüşə bilərsiniz. Səsim ola bilər, biraz narahat gələ bilər. Üzürlü sayın, öncədən üzr istəyirəm. Səhhətimlə əlaqədar ola bilər. 16 sınağın demək olar ki, 14-ün izahını paylaşmışıq. 8 və 9-cu sınaqlar qalıb. Bugün 8-ci sınağa baxacağıq. Ümumi sınaq imtahanı 8-ə baxacağıq və növbəti videoda da 9-a baxacağıq və tam olaraq 16 sınağın hər birinin izahını kanala yerləşdirəcəm. Deməli, başlayaq birinci sualın izahı. 1206 ədədinin sadə vuruqlarının sayını tapın. 1206-nı birinci ayıraq sadə vuruqların sayını istəyir məndən. Deməli, bu 2-yə bölünür. 12-ni 2-yə 6, 0, 3. Bu 3-ə bölünür. 2, 0, 1. 3-ə bölünür. 6 üçün 18, 7. 67 sadə ədəddir. Bölünür 67-yə. Burada da qalır deməli 1. Sadə vuruqların sayı elə bax bulardır. 4 dənə sadə vuruğu var. Bir də doğru cavab A variantı. 9-da 5 hissəsi 40 olan ədədi necə tapacam? Hissəsinə görə ədədi tapanda ədədi bölürəm hissə göstərən ədədə. 9-da 5. Böləndə tərsinə vurulur. 5 qalxır yuxarı. 5 düşür aşağı. 9 qalxır yuxarı. Bunlar gedir 8. Olur 72. Ədədin, yəni 72-nin 4-də hissəsi. Ədədin hissəsini tapanda ədədə hissə göstərən ədədə vurmaq lazımdır. Bundan bu gedir. Burada 3 idi da. 72 ilə 4 ixtisar gedir. O deməli qalır 1, 3, 18. 18-i də 3-ə vuranda eləyir 54. İşdə doğru cavab A variantı. 101 ədədinin tam hissəsini tapın. Sən bilməlisən ki, kök altında 100-dən 10 çıxırsa, kök altında 101-dən təxminən 10-dan böyük bir ədəd çıxacaq. Və bunun da tam hissəsi elə bizə 10-u verir. 3-də B variantı. 144 ədədi 720 neçə faizidir? 2 ədədin faiz nisbəti düsturuna görə 144 bölünsün 720 vurulsun 100. Aha, deməli bununla bu ixtisar gedir. Burada 5 qalır mı? Baxaq görək qalır. Qalmır deyəsən. 720 bölünsün 144. 5 qalır. Bundan da bu gedir. Burada qalır 20. Bərabərdir 20. 4-də doğru cavab D variantı. 5-ci suala baxaq. Sərbəst həddi tap deyəndə dəyişəni yenə 0 yazırsan. Bu da gedir 0, bu da gedir. Bir dənə qalır 4-ün kvadratı. Bu da bərabərdir 16. 5-də doğru cavab E variantı. İfadəsində vuruğu kök işarəsi altına salın. Sən vuruğu kök işarəsi altına salmaq üçün burada bu ikinci dərəcədəndir. Elə bil ki, bu formadadır. Mənfi A-nın kvadratı kök altda B. Bunun mənfi ilə işi yoxdur. Mənfini çöldə saxlayacaqsan. Bu A kvadratı müsbət bir ədəddir. Bunu sən kökün altına salsan A kvadratının kvadratı kimi girəcək. Vur B. Bu da bərabərdir. Mənfi kök altında A üstü 4 vurulsun B. A üstü 4 vurulsun B. 6-da doğru cavab A variantı, mənfi çöldə qalmaq şərti ilə. 7-ci suala baxaq. Deməli, A ilə B-nin kəsişməsinə görə nələrə aiddir? A ilə B-nin kəsişməsində C var. D, A, B, D. Bir dənə C-dir. Yəni, bu kəsişməyə bir dənə C aiddir. C ilə birləşir C çoxluğun. B, C, Y. Bu iki çoxluğun birləşməsi də bizə B, C, Y-ni verir də. D variantı doğru cavab. Köklərin fərqi 2-dir. Yəni x1 üst çıxılsın x2
bərabərdir 2-dir və kökləri cəmi də x1 plus x2 əks işarəli ikinci həddin əmsalı. Bunlar tərəf-tərəfə toplasam 2x1 bərabərdir 6, x1 bərabərdir 3. Gətirək yerinə qoyaq. Ya birinci tənlikdə qoyacağım, ya ikinci tənlikdə. Bunun önəmi yoxdur. İkincidə qoyaq. 3 üstə gələ x2 bərabərdir 4. Buradan x2 bərabəri 1-ə. 1 köküm 3-dür, 1 köküm 1-dir. Q də bunun kökləri hasilidir. Kökləri hasildə 3-dür variantı. 9. Yuxarıdan x-i çıxart, aşağıdan y-i çıxart. Sən burada misalı hiss eləməlisən ki, birincinin kvadratı, ikincinin kvadratı. Və sən bunları tərəf-tərəfə toplayanda ortada 2x-y yaranacaq. Yəni belə. X kvadratı çıx x-y üstə gələ y kvadratı üstə gələ 3x-y bərabərdir 25. Buradan x kvadratı üstə gələ 2x-y üstə gələ y kvadratı bərabərdir 25. Bu da bizə düstur verir. X üstə gələ y-in kvadratı bərabərdir 25. Normalda belə olmalıdır. X üstə gələ y plus minus 5. Amma bizə modulun soruşur deyə cavab müsbət 5 olacaq. Mənfiyə təbii ki, bərabər ola bilməz. 10-cu suala baxaq. Deməli, modulun kiçik qiymətində köklərin arasına salırdım. Mənfi 3, 3. Hər tərəfə 1 əlavə eləsəm, x yerləşir. Mənfi 2, 4 arası. Tam həllərinin sayı. Mənfi 1, 0, 1, 2, 3. 5 dənə. A variantı. Sonra 11-ci suala baxaq. Uyğun tərəfi paralel olan eyni adlı bucaqlardırsa, bunlar təbii ki, bir-birinə bərabər olmalıdır. Görürsən, uyğun tərəf paraleldir və ikisi də itidirsə, deməli, bunlar bir-birinə bərabər bucaqlardır. Ona görə doğru cavab A variantı. Trigonometrik nisbətlər buraxılış imtahanlarında istifadə olunur deyə buna aid bir sual salmışam. 3 400-ə Pifagora görə bura 5 olur. Deməli, buradan sinüs alfa bərabərdir. Qarşıdakı katet, elə buradan yazaq da bunu. Sinüs alfa qarşıdakı katetin 3-ün hipotenuza nisbəti plus kosinüs beta bitişiyin 3-ün hipotenuza nisbəti. Bu da olur 6 bölünsün 5, 1,2. A variantı. K-nın hansı qiymətə qrafiki 3 mənfi 4 nöqtəsindən keçir? Keçir, üzərindədir, aiddir, kəsir. Bunlardan hamısını yerinə yazarsan. Bu x-in qiymətidir, bu y-in. Gətirək yazaq yerinə. Mənfi 4 bərabərdir k bölünsün 3. Bunu çarpaz vursam k bərabərdir mənfi 12 almış oluram. D variantı. Sonra 14-cü suala baxaq. Tərəfi 8 bucaqlarına biri 135 olan rombun sahəsini tapın. Əslində, məsələn, bunu sən düsturla tapa bilərsən, amma həmin düsturu sən bilməyə də bilərsən. Çünki həmin düsturda belə deyək, çevirmə falan istifadə olunur. Ona görə sən bunu necə yazacaqsan? Tərəf 8-dir. Sənə adam şərtdə 135-də, bu kör 135-dir da, təbii ki, bizdə bucaqdan söhbət gedir, təbii ki. Kör bucaq 135-də, bura 45 dərəcə qalır. Çünki bir tərəfə bitişik bucaqlar 180-dir. Buradan hündürlüyü yendirsən, deməli, tərəfi 8 isə, sahəni tapın. Bura 8-dir. Bura 8, bu da 45-dir. Və fikir verin, bura olacaq. Məsələn, mən bura deyim h. Bu da h olacaq. Və h-ın kök 2 müslü bizə 8-i verir. Niyə görə? Bərabər yanlı düz bucaqlı 3 bucaqdan söhbət gedirsə, katetin kök 2 misli bizə hipotenuzu verir. Buradan da h bərabərdir 8 böl kök altında 2. Qoşmasına vursam 8 kök 2 böl 2. Bu da mənə verir 4 kök 2. Onda sahə nədir? Tərəf 8, bu tərəfə çəkilən hündürlük. Bu da bərabərdir 16 kök 2. Doğru cavab varmı? Yoxdur. Nəyə səhv elədik? 38 4-ə vuranda niyə 16 olurmuş? 32 kök 2. A variantı. 15. Diagonalı 12 16 olan rombun daxilinə çəkilmiş dairənin radiusunu tapın. Qəşəng sualdır. Gəl bir dənə deməli rombda çevrə götürək və bu çevrənin daxilinə bir dənə rombun daxilinə bir dənə çevrə çəkək. Diqqətlə qulaq asırıq. Rombun daxilinə bir dənə çevrə çəkək.
Təxminən şəklimiz belə olacaq. Biraz səliqəsiz alındı. Amma biz bunu səliqəli formaya gətirəcəyik inşallah. Və belə. Bizə adam diaqonalları 12 və 16 olan romb verib. Daxilinə çəkilən rombun, daxilinə çəkilən dairənin radiusunu tapın. Və burada biz bu hündürlüyü endirsək, bu hündürlük, bax bu hündürlük, bunlar eyni şeydir. Bu da çevrənin diametridir. Yəni hündürlük diametrə bərabərdir. Diametrdə 2R olduğuna görə hündürlük bizdə 2R'dir. Bizim də belə bir düsturumuz var ki, H bərabərdir D1 D2 bölünsün 2A. Belə bir düsturumuz var bizim. Bəs yaxşı, diaqonalları veribsə, bizim diaqonallarla tərəfin belə düsturu var ki, D1-in kvadratı üstə gələk D2-nin kvadratı bərabərdir 4A kvadratı. Eləyir 400 bərabərdir 4A kvadratı. A kvadratı 100. A da bərabərdir 10'a. Tərəf olur 10. Gətirək yazaq yerinə. D1 12 idi. D2 16'dır. Böl 2 vur 10. Bu da bərabərdir. Bundan bu gedir. Bu da qalır 6. 96 bölünsün 10 bərabərdir 9,6. Gətirib burada yerinə yazsam 2R bərabərdir 9,6. R də bərabərdir 4,8. Belə. 15'də doğru cavab E variantı. 16. Kubun deyir ki, səthinin sahəsini tapın. Həcmi V bərabərdir A kubu. Bunun həcmidir. Bu da bərabərdir 64. Buradan A-nı alıram 4. Səthinin sahəsi tam səthindən söhbət gedir. 6A kvadratı. 6 vurulsun 16. Bu da bərabərdir 96. B variantı. Məxrəci 18 olan düzgün kəsrlərdən təsadüfən seçilmiş birinin ixtisar olunmayan kəsr olması. Məxrəci 18 olan ixtisar olunmayan düzgün kəsr olmaz. Birinci biz bu qaydaya görə bunu tapaq. 18'i yaza bilərəm 2 vurulsun 3'ün kvadratı. Düzgün kəsirlərdən ixtisar olunmayanların sayının tapılma qaydası var idi. Ədəd vurulsun 1 minus həmin o vuruqların tərsi 1 minus 3'də 1. Bu da bərabərdir. 2 vurulsun 3'ün kvadratı. Vur 2'də 1. Vur 3'də 2. Bunlar gedir. Bundan bu gedir. Burada qalır 3. Yuxarı vursam 3 vurulsun 1 vurulsun 2 bərabərdə 6. Deməli, məxrəci 18 olan ixtisar olunmayan kəsirlər üçün əlverişli hal 6'dır. Məxrəci 18 olan 17 düzgün kəsir var deyə ümumi halların da sayı 17'dir. 17'də 6 düzgün cavabdır. İki nöqtə arasındakı məsafə düsturun mənə deyir tap. Kök altını burada diqqətli olma. Bax, bir dənə vergül versə onluq kəsirdir. Nöqtəli vergülü verirsə, deməli 2 dənə ədəd üçün baxırsan. Mənfi 3 çıx 3'ün kvadratı. Üstə gələk 6 çıxılsın mənfi 2'nin kvadratı. 3 mənfi 3 çıx 3 6 eləyirlər. Kvadratı 36. 8'in də kvadratı 64. Bərabərdir kök altında 100. Bu da bərabərdir 10'a. B variantı. Sonra 19'a baxaq. Çevrə daxilə çəkilmiş 40 dərəcəli bucağın söykəndiyi qövs. Daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısıdır. Deməli, daxilə çəkilmiş 40-sa söykəndiyi qövs 80 olub ki, bunun yarısı 40 eləyibdir. Yəni doğru cavab D variantı. 20'yə baxaq. Rasional üslü qüvvət şəklində göstərir. 20'ni köçürürəm bura. Fikir verin diqqətini. Kub. 3-cü dərəcədən kub. Bir də bax, bu 3'ünü mən 3-cü dərəcədən bu kökün altına salacağım. Olacaq 3-cü dərəcədən belə deyək ki, ya da bunu belə eləməyək. Tabii. Bunu belə eləməyək. Bax, fikir et. Bu 3'ü bura salacağım. Bu 3-cü dərəcədən kubun kökün altına salacağım. Olacaq 3-cü dərəcədən 3'ün kubu vur 3. Bir də 3-cü dərəcədən
3 var burada. Bir dənə də. Bərabərdir. Olur kök altına 3-cü dərəcədən, kök altı 3-cü dərəcədən 3 üstündə 4, 3-cü dərəcədən 3. Bir dəfə də bunu mən bu kökün altına salacağım. 3-cü dərəcədən də bu. Ona görə 3-cü dərəcədən kökün altına salacağım. Birinci köküm qalır. İkinci köküm qalır. Üçüncü köküm qalır. Bu 3-cü dərəcədən kök altına girəndə bu belə girəcək. Vur 3. Bu belə. Bu da olacaq. Bax, iç-içə görsən köklərin verilən zaman xassəm var. Bu köklərin dərəcələri bir-birinə vurulur. 27. 3 üstündə 12 vur 3. Bu da bərabərdir. 27. 3 üstündə 13 üstlər toplanır. Bu da bərabərdir. 3 üstündə 13 bölü 27. Bax, belə. Sonra 21-ci suala baxaq. Deməli, AB 12-dir. Bura 12'dir. Sonra BS 10'dur. Bura 10'dur. AC 8'dir. AY 2'dir. Bura 2'dirsə bura qalır 6. Deməli, AB 12, BS 10, AC 8, AY 2 və buranı da alfa desəm, bu da olacaq alfa. Və bura bir beta desəm, ümumi 3 bucaqda ABC-nin bucaqlarının üzərinə yazıram. Ümumi alfası, betası var. Sonra C, Y, H-ın bucaqlarını yazıram. Onun alfası, betası var. Bir 3 bucağın 2 bucağı, o bir 3 bucağın 2 bucağına bərabərdirsə, bunlar oxşardır. ABC-dən başlayıram. Ümumidə betanın qabağındakı 12-nin, CYH-da betanın qabağında X-ə nisbəti, YH istəyir məndən. Ümumidə alfanın qabağındakı və bunun 8-in, bələcədə alfanın qabağında CH-ə nisbəti. Ümumidə heç bir bucaq yazmamışam və bunun. Burada da heç bir bucaq yazmamışam bura. Ümumidə o rənglərin hissən bucağın qarşıdakı 10-un, bələcədə rənglənmiş bucağın qarşıdakı 6-ya nisbəti. Bizdən YH istəyirdi ya. Bax, bu ikisini həll edəsəm mənə kifayət edir zaten. Çarpaz vursam 10x bərabərdir 72, x də bərabər 7, tam onda 2. Əgər səndən CH-ı soruşsa, o zaman bu ikisini həll edirsən. Bizdən x-i soruşur deyə birincini, üçüncünü həll eləyəndə cavab çıxır. 22-yə baxaq. Rəqəmlərin cəmi 14 olan ən kiçik 3 rəqəmli cüt ədəd. Ən kiçik 3 rəqəmli deyirsə, bu 1 ilə başlayır. Rəqəmləri cəmi 14-dür. 1 ilə başlaya bilmir, çünki rəqəmləri cəmi 14 olmur 1 ilə başlayanda. Ona görə məsələn bir qiymətlər verə bilərəm də buna. Məsələn 2 ilə başlasa və ən son rəqəmi məsələn 8 olsa, məsələn 8 olsa, cəmi 14 olması üçün bura 4 yaza bilərəm mən. Məsələn. Amma bu ən kiçik olmur axı. Ən kiçik olmaya bilər bu. Ona görə mən bunu məsələn 4 eləyərəm. 4 eləyə bilməyəcəm. Bunu başlayaq yenə 2 ilə. Ən son rəqəmi deyir bizə. Ən son rəqəmi deyir bizə. Məsələn, ən son rəqəmi 5 versəm, bu eləyir 7. Düzdürmü? 5 yox, 4 versəm, bu eləyir 6. Amma rəqəm 14 olması üçün 14, 8 düzdür da ola bilər, bəli. Ən kiçik budur. Yenə deyirəm, bu 1 ilə başlaya bilməz. Bu məcburdur 2 ilə başlayır. Çünki 1 ilə başlasa, sən bundan sonra ən böyük 8 də versən, belə ola bilər, bəli, bu deyil, yox. 1 ilə başlayacaq, ən böyük 3 cüt deyirsə, sonu 8-dən bitəcək. Və 9 eləyir bunların cəmi. Cəmi 14 olmasını burada 5 yazacaq. Bəli, 158-dir.
Və bunun da rəqəmlərin hasilini istədiyinə görə rəqəmlərin hasili 5 vur 8 vur 1 40 edir. Yəni 158 doğru cavabdır. A-nın hansı qiymətinə 350-si kəldin kvadrat olar? Bax, mən vuruqları ayıran zaman, bax, məsələn, müxtəsəri açan zaman, bax, belə bir müxtəsər açan zaman nə deyirəm? Deyirəm, birincinin kvadratı, birinci ilə ikincinin hasilinin ikimisi, ikincinin kvadratı, bax, belə, birinci və ikinci. İndi mən bunu açan zaman yenə eyni şey deyəcəm. Bu hələ ki qalsın. Ortada nə deyirəm? Deyirəm ki, iki misli var, bir də x var. İki misli var. İkinci 1 olubsa, deməli elə ikinci 1 imiş da. Ki, normalde burada kvadrat olmalı. İkincinin kvadratı deyirəm mən. Deməli ortada 2 misli bir ikinci, düzdürmü? Və 4x alınıbsa, deməli mən bunu 2x-ə vurmalıyam. Bu vurduğum 2x birincidir. Yenə deyirəm. Ortada mən nə deyirəm? Deyirəm ki, birinci ilə ikincinin hansının 2 misli. İkinci dediyim 1'dir. 2 misli var. Bir də birinciyə vurmalıyam. Və 4x alınıbsa, deməli mən bunu 2x-ə vurmalıyam. Deməli birinci dediyim 2x-dir. Onda əvvəldə bu birinci 2x isə mən açanda nə deyirəm? Birincinin kvadratı. 2x-in kvadratı bərabərdir ax-in kvadratı. Bu da 4x kvadratı bərabərdir ax kvadratı. Buradan da təbii ki a-nın 4 olduğu görünür. 24-cü suala baxaq. 64-dən çıxır 8, 36-dan çıxır 6, 48. Mənfi ədədin kəsirini tapan zaman mənfi 4. Tam hissə mənfi 4. Tam hissənin tərifində deyir ki, ədədin özündən böyük olmayan ən kiçik ədədə. Fikir verin. Bax, mənfi 3 bura, mənfi 4 bura, mənfi 3,4 də bura. Bu ədədin özündən böyük olmayan ən kiçik ədəd mənfi 3'dür da. Yəni mənfi 3 bundan böyük deyil. Mənfi ədədini bax bir də deyirəm. Sən mənfi ədədin kəsir hissəsini tapan zaman deyirsən ki, mənfi 4 daha doğrusu özündən böyük olmayan ən kiçik ədəd. Bu mənfi 4, mənfi 3,4-dən böyük deyil. Və mənfi 3,4-dən böyük olmayan ən kiçik tam ədəddən söhbət gedir təbii ki. Bu da mənfi 4. Yəni mənfi 4 mənfi 3,4-dən böyük deyil, kiçikdir. Və ən kiçiyini axtarırsan tam hissədə onda olur mənfi 4. Bu 9-cu dərsliyində var. Mənfi ədədin kəsir tam hissəsini tapan zaman belə deyirsən ki, mənfi ədədin tam hissəsi həmin ədəddən böyük olmayan ən kiçik ədədə deyilir. Kəsir hissəsini tapan zaman isə verilən ədəddən tam hissəni çıxırsın. Burada tam hissəni deyir, elə cavabım mənfi 4 olacaq. Uğurlar, inşallah növbəti izahlarda görüşərik. Sağ olun, özünüzü qoruyun.